Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Erməni bloger İşxan Verdiyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək siyasi sığınacaq istəyi. Axar az xəbər verir ki, o bu barədə Telegram kanalında məlumat yayıb. Hörmətli cənab prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin Artsaq Kvazi-Dövlət Qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır. Hörmətli cənab prezident, mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm. Hörmətlə İşxan Verdiyan, o qeyd edib.